Day 5. 5. günümüzdeyiz. Bugün de Şəki'deyik. Şəki Palas Otel'deyik. Tez gəlmişik. Bizi otağa hazırlayırlar. Ona göre 1-15 dəqiqə gözləyəcəyik. Şəki'deki oteldeyik. Otaqdayıq artıq. Bizi tez qeydət aldılar. Vanlı olan her yerlerin çok qəşəngdir. Oteldə vanna var ama. Duşda var. Duşda var. Bax. Oo, ikisi de double room'da, otaqda qəşəngdir. Kravat yekədir bax. İstəsiz bacı-bacı yatar, istəsiz mənlə yatarsın. Divanlar. Mənzərə. Oysa mənzərə. Karvansarayın qapısındayız. Burada çay falan geçir. Biz burada gelip çıkacağız. Lütfen buradadır. Müzeye geldik. Minyatür müzeyine. Cümə məscid. Minyatür müzeyidir. Bu muzeyin yaradılmasında söz məqsədidir ki, Şəkiyə gələn qonaqlar qısa zamanda bir məkanda Şəkini minyatür formada sərgiləyə bilsinlər. Yəni Şəkinin qədim ərazisini, gəzməli, görməli yerlərini minyatür formada ziyarət etmiş olsunlar. Eyni zamanda Şəki məzərlərinin bəşəri, farklı şəxsiyyətlər və simalar ilə də tanış olmuş olsunlar. Nəzərdə tutulur ki, orada gördüyünüz minyatür formalar Şəki sənətkarları və Şəki rəssamlar hər işləridir. Bu qədim ərazi 1968-ci ildə Nazirlər Sovetinin verdikləri ərazisən qoruq yerə verilmişdir. Təşkilatlara daxil olmaq ilk xüsusi dərsal ərazisinin hadidir. Bundan altlarda isə bu qədim ərazi UNESCO-nun tərk şəhərləri dəsturu müstəqildir. Yəni bu qədim ərazi artıq genç çeşidinə icazə çalışan bütün bəşəriyyət tərəfindən qoyulur. Yəni UNESCO tərəfindən qoyulur. İlk əsrlərin yaşanmasına baxmayaraq, burada necə vəziyyətdə görürsə, reallıqda bu vəziyyətdə hal-hazırda olunub saxlanmaktadır. Bu qoruq ərazili Çüşmə məscidinin qarşısından başlayır. Çüşmə məscidi qoruq ərazinin ilk tanrı bir qurulur. 18-ci əsrə ait olan bu adı. Böyle qabaqdan görmüşük. Minarəsini görmüşük. Minarəsini görmüşük, burası içine girməmişik. Dənə görməmişik tam olaraq. Bəyləri, Şəki tacirləri şəxsi mülk və malikanələrini görürsünüz ki, bu malikanələrdə lazımdır olunub saxlanılır. Bu dövrdə dini səyniyyətli binalar daha çox kiçilir. Məhz buna görə də qoruq ərazi sayı daha çoxdur. Qoruq ərazisi kimi dini səyniyyətli binası ümərətləndi məscid bu məscid hal-hazırda öz təcili fəaliyyət göstərmişdir. Məsciddə? Bəli. Qoruq ərazisi 4 dini səyniyyətli məscid var ki, bəyli şəxsi mülk və malikanələrini görürsünüz. Bu malikanələrdə isə sadəcə bəy ailəsinin bir qisminin yaşaması mümkündür. Qoruq ərazisi olduğu üçün hər hansı bir təmir və tikinti işləri edilməsi mümkün deyil. Şəkidə vaxtın mənbələri əsasən 7 karvansara olur. Onlardan 4-cüsü isə sadəcə ikisi gəlib çatır. Aşağı karvansarayın hal-hazırda qarşı-qarşılarının yuxarı karvansarı. Bu karvansarayın hər biri 4 mərtəbədən və 300 yaxın otellərdir. Siz isə görünüşü 3 mərtəbə görürsünüz, görünməyən 2 mərtəbə yer alt səsindədir. Dediyimiz Şəkitay qədimi İpək yolu üzərində yerləşir. Və İpək ticarətə bağlı Şəkilər dövründə dünyanın müxtəlif ölkələrindən iş adamları, tacirlər və səyyahlar gəlirlər. Yəni indiki bildiyimiz bir növ turistlər. Və bu karvansarayın hər birinin tikilməsinin əsas məqsəd elə gələn qonaqlar digərləməsi olur. Və bu karvansarayların hər biri biraz öncə qeyd edildiyi ki, 4 mərtəbədən və 300 yaxın otaqdan ibarətdir. Siz isə görüşdə 3 mərtəbə görürsünüz, görünməyən birinci mərtəbə yerin alt hissəsindədir. Bu ancaq karvansarayla aşağı burada şahlıdır.
Ancaq Payçarvanın içərisinə görünür. Kənarda içərisinə görünür. Bizim gördüyümüz birinci mərtəbə, amma əslində ikinci mərtəbəsi 2 dükanlar olur. Bu dükanlarda yerli sənətkarlar və öz məhsullar satışlarını edirlər. Eyni zamanda dünyanın müxtəlif ölkələrdən gələn tacirlər də bu dükanlarda öz ticarətlərlə məşğul olublar. Deməli, həmin tacirlər birinci mərtəbədə, yəni zirzəmidə öz məhsullarını anbar və depo kimi saxlayıblar. İkinci mərtəbədə ticarət ediblər. İkinci və dördüncü mərtəbələrdə isə mehmanxana kimi qalıblar. Ama indi en alt katı. Hə, onu görmürsən də sən. Çift Karvansaray mərkəzində yerləşən bu memar binası isə öz dövrü xeyrət sahib adamı Hacı Məhəmməd Sadiq Əliyevin ticarət kontrolü ki, hal-hazırda kino teatr və mədəniyyət mərkəzi kimi Oradan Yuxarı Karvansarayda hal-hazırda qarşı olduğumuz bu Yuxarı Karvansarayda hal-hazırda öz tənqidi və fəaliyyət göstərməkdədir. Yəni ikinci mərtəbə yerli sənətkarlar hər bir satışlarını edirlər. Üçüncü və dördüncü mərtəbələrdə isə mehmanxana kimi qalırlar. Baxın, biz muzeyimiz hal-hazırda şəhər bölməsindəyik. Və burada gördüyünüz minyatür binalar relief əsas hazırlanır. Yəni siz realı Yuxarı Karvansaranın qarşısında üç aşağı doğru istiqamət edirsək, bu tiklərin hər birini anlıqda görə bilərsiniz. Keçin gəzmə mərasimi keçsin. Buyurun, sizin şəhərin mərkəzinin axtığına gördüyünüz həmin çay və 12 tabu çöpdür. Duracağım. 12 tabu. Qıraq evlər. Şəklin simvolu hesab olunan möhtəşəm qala divarlardır. Qala divarın daxilində siz dünya memari incisi hesab olan Şəki sarayını görürsünüz. Eyni zamanda dairə məbədi və 35-ci əsrə aiddir. Dairə məbəddə və aşağı Karvansarayda alatılı təmişlə edildiyi üçün içəri keçmək üçün deyil, təsir olsun ki. Biraz öncə sizə qeyd eləmişim, Şəki Azərbaycanın tarixi şəxsiyyətləri və simaları verilmişdir. Həmin tarixi şəxsiyyətlərin və simaların əksəriyyətini doğrultuları ilə hal-hazırda qurulmaqdadır. Azərbaycanlı İlhanxan içində dramaturqlar Rəşid Bətəndiyevin doğulduğu evi və gördüyünüz kimi çox maraqlı mimari quruluşu var. Bu da 2 minarədir, Amr Sıfırləri minarədir. 2 minarənin mərkəzində olan isə Türk dünyasının görkəmli şairi olan Taxtabazadənin doğulduğu evdir. Qala divarların təcəyi hissədə birinci gördüyü kiçik evi isə şəhərdə ilk opera yazan qadın bəstəkar Şəfqə xanım Axundovun doğulduğu evdir ki, hal-hazırda sizin görürsünüz. Salonsesi daxilində rəssamlıq qaleriyası, fərhədkarlar evini görürsünüz eyni zamanda və bir idarəetmə sistemi görürsünüz. Şəki xanımın idarəetmə sistemi. Ondan sonra 1900-cü dövlət xazini vəzir idi və xanın vəzirəti altında Qala bəy tərəfindən edilir. Şəki xanın o dövrdə ən az 3 məhkəməsi olub. Əhsan məhkəməsi, şəriət məhkəməsi və divan məhkəməsi. Əhsan məhkəməsi iqtisadi məsələlərə, şəriət məhkəməsi dini məsələlərə, divan məhkəməsi isə hüquq məsələlərinə baxıb, yəni ocaqdan bütün məsələlərə. Və indiki müasir Azərbaycan ərazisində olan nazirçilər və komitələr məsələ bu sistem əsasını görülür. Eyni zamanda digər idarəetmə sistemindəki vəzifə bölgülərdə onu demək əsas verir. Və eyni zamanda Şəkidə pul kəsmək üçün zərfxana var idi. Həmin zərfxanada gümüş abbaslar və mis pullar kəsilirdi. Bildiyimiz kimi, əgər bir dövrdə öz puluna kəsilirsə, məmurluq müzəyin deməkdir. Belə Şəkidə Azərbaycan iş müsəvvəli xanlığına vurur, sonuncusu pul vardı olur. Həmin pul var hal-hazırda başda tarix muzeydə saxlanır. Siz burada sığarlıqla Şəkidə görürsünüz. Bu gözləmiş işlərəkdir ki, Şəkin kəndlərindən biridir. Qafqazın ilk Şadman məbədi olan Şadman məbədi 4-cü və 5-ci əsrlərdir. Şadman məbədi təmirdən çıxdığı gündə hal-hazırda muzey kimi fəaliyyət göstərməkdədir. Yuxarıda gördüyünüz qala isə adı hər kəsə məlum olan Gələrsən Görərsən qalasının qalıqlarıdır. Digər qalalarımız isə aşağı bölmədə yer almaqdadır. Ki o Şəngə 8 kilometr yüksəkdə yerləşir. Avtomobil sadəcə bir hissəyə qədər qalxa bilir. Siyah yolu sizdə də getməlisiniz də biraz səhət olun. Dadı
Ağca qalası, Şəki qalası və gələrsən, görərsən qalası yerləşmə mövqeyinə əsasən Şəkinin ikisini əhatə ediblər. Yəni bir-birlərini görürlər. O dövrdə də hər hansı bir təhlükə baş verdiyi zamanda Qıbrıslərin daxilində içində tonqal qalanlar bir-birinin üstü balıq vasitəsilə məmun tutulurlar. Əsasən məmun xarakterdir. Zəzid məbədidir. Zəzid məbədi Şaban məbədindən sonra inşa edilir. Şaban məbədi təmirdən çıxmış ki, muzey kimi fəaliyyət göstərsə də, lakin Zəzid məbədi burada gördüyüm sarkın vəziyyətini qalmaqdadır. Yəni çox dağılmış və diqqətdən çıxır. Yeraltı labirintli, yeraltı labirint Fasıl kəndində yerləşir. Şəkinin altın yerimiz tarixiyədir. Burada görəcək eksponatlardan yeraltı labirintin bir nümunələri. Cavur qalıb 3. kəndində yerləşir. Qafqazlı İctimai Məkan və Gəlgi fabriki bu fabrika hal-hazırda bina mövcud olsa da, təsir göstəricidə fəaliyyət göstərmişdir. Xan məscidi, Xan məscidi Məhəmməd Hüseyn xan tərəfindən inşa edilir. Xan məscidinin həyətinə xanın ailə uzunluğunda ştabeləri var. Bu da ştabelərdə xanın ailəsi haqqında eyni zamanda çox maraqlı məlumatlar var. Məhəmməd Hüseyn xan Şəki 8 xanlarından biridir ki, eyni zamanda Şəki xan Sinin şəhər xanıdır. Və Məhəmməd Hüseyn xan özündə ştabelərdə məscid hakimiyyətini İmam Əli məscidi, İmam Əli məscidi hal-hazırda tarixi memarı quruluş və qorunub saxlanmaqdadır. Eyni zamanda da Şəki xanlarının önünü görürsünüz, Şəki xanlarının hal-hazırda dişilə məsaflandır. Qarşısındakı gördük şey isə Sabit Rəhman Doğuldur ki, hal-hazırda muzey içində fəaliyyət göstərmişdir. İpəkçilə bağlı bir bölməmizin yer aldığını görürsünüz. Bildiyimiz İpək Azərbaycanın tərkibinin mərkəzidir və Şəkilər vaxtı Azərbaycanın yolunu adlandırılır. Yəni 22 parça. Və siz İpəkçinin eski mərkəzinin tanımlarında bir bölümünü aldınız. İlkin mərhələ barama qulları tip yarpaqdan yerək öldürdüyünüz bir baramalar alır. Bu baramaların hər birinə münnətlərdən fabrikasılar edilirlər. Həmin fabrikasılar insan patentlərinin üçlüləri öngörülü var. Həmin baramaların təsvirəli və həmin yüksəklər rəngilə açıq olunaraq bu cür gördüyünüz başörtülərdən milli geyinlər hazırlanır. Muzeyinin ikincən dəyərli eksponatı bu gördüyünüz parçadır ki, 300 ildən çox yaşı var. Parçanın kənarlarına diqqət eləsək görərsiniz ki, parça öz dövrünü başa vursa da, parçanın öz rəngini və avramlarını qoruyub saxlamaqdadır. Çünki təbiətin alınan bir rəngli təbii rəngdir. Üzərində gördüyünüz bu işləmələr isə qızıl sünə çəkilmiş mis saxlar. Bütün orada, orada tabii. Bu iki barama qurdu var, qurd, kəpənək var, deyil, bu qurd baramanı tutun yarpaqlarını yiyib, ətrafını başlayır qurd. İkini baramanı hörür. Yuxarı çarmaqsan lafiyədir və çarmaqları dünyanın müxtəlif ölkələrindən gələn iş adamları və tacirlər burada ipək və barmaq ticarətlə məşğul olurlar və yuxarı çarmaqsan lafiyəti hal-hazırda restoran kimi fəaliyyət göstərir. Allah'ınızı biraz sağlayın. Bir mühteşem kişimiz var ki, onu da tərcih edin. Azərbaycanın ən mühteşem kişilərdən birisi Azərbaycanın sadece kişilərdir. Gəncə şəhərdə və Şəki şəhərdə. Amma o gördüyü hissəsi soyunub geyinmək hissəsidir. Əsas yuyma hissəsi isə yerin alt hissəsindədir. Mərsponjurda yeraltı hamamlandırılır. Bu hamamın əsas özəlliklərindən biri olur ki, o dövrdə bir şam vaxtısıdır. Baxmayaraq ki, bir şam vaxtısıdır, həmin şahsər kəsliyi yox, eyni zamanı istiqlal və istiqlal qızdırır. Yəni biz elə bir ki, sıfır olmansaq texnologiyadır. Amma 8-ci əsrdə mühəndis işlərin inkişaf eləmədiyi bir dövrdə Şəki usta belə bir bina inşa ediblər. Bu da Şəkinin özəlliyini və möhtəşəmliyini göstərir. Bir neçə il əvvəl hər iki hamamda təmir edilsə də, təsviri olsun sistemi geri qaytarmaq mümkün olmadı. Hətta Almaniyada xarici mütəxəssislər dərəcələrə ki, o sistemi bərpa edə bilmədilər. Beləliklə muzeyimizin bu hissəsində Şəkinin qədim ərazisini, gəzməli, görməli yerlərini miniatür formada ziyarət etmiş oldunuz. Sizi digər bölməmiz yer alın və bölməmizdə farklı şəxsiyyətlərimiz və seyirlərini yer almışdır. Növlərin məhsulluğu eyni zamanda işlərini görürsünüz. Və burada gördüyünüz sənətləri kimi əl yaşayışda yaşamaq. Eyni zamanda bizler kimi istifadə edilər. Qədim trafaretlər görürsünüz, qədim Şəki evlər, divarlar və kataloglara bu trafaretlərlə dizayn edilər.
buranı çalıyor ki, bir iki zaman birden istəyir biri kaldırdı ki, biri kaldırdı. 150'den çok yapmasam, da tüm yerlerde bizim beşikler görürsünüz. Tüm daranı onlar burada daranarak bu gezme bahsesine kalma verəcək ki, hal-hazır işlər vəziyyətdədir. Biz qablarda gənt quranda çapacaqdı. Baş şahərsiniz, zəngdən çəkir gəlmişsiniz. Sapana qablarda bir yerdə qaran bir dəfə bir nəvəsi bir qalanmasına nəvəsi hər şey Next station Karvansaray. Burada balıklar var da hatta yoktu. Baxaq görək. Burada əvvəl çay içmək üçün yer olurdu, indi yoxdur. Bəlkə soxda çay veriblər. Qaydırıq içəri. Markala gəldik şam yeməyinə. Xan kəndi. Mən növbətdə ora getməyi planlaşdırır. Üçünə getmişi, dördüncü qalıb. Ora biraz vaxt lazım. Oraya git. Bu arada bura çox soyuqdur, soyuqdur. Donduq. Ördəkləri Gidiyoruz yemlədik, otele. gedirik öz otelimizə. Otel. Hotel. Dedim. Otelin həyətindəyik. Meydançasında. Bir də arxa tərəf. Bu gün hava qəşəngdir. Mart ayının 27-si. Tətilimizin 6-cı günü. Şəki Xansaray. Burada işlər satılır. Hediyə alırıq. Mən də özümə kanında Olur mu çeçip yazın terezlere? Yox, internetim yoxdur. Bir şey burada. Giriş yaptık. Çok şey oldu burası. İnşallah buna da hədiyələrimiz bitdi. Gəldik amma girməyəcəyik çünki səni çəkməyə icazə vermirlər. Hadi ya. Ben hesapladım bu çınarın 495 yaşı var. Burada içeri girmir, içeri konular diyor. Sınav göre girmir. Girmişi. Yəni, içəridə video icazə yoxdur, ona görə maraqsızdır, yəni girib baxmışıq. Bir dəfə gələndə təzədən girməyə ehtiyac yoxdur. 495 yaşı var. Görək, bura xaradır. Gəldik, maşını saxladıq. Desən ki, bura olmalı, baxa. Ne yazıb üstünə? Evet. Görək içəri icazə verəcəm şəkildə videoya.
Burada içeride çekiliş icazı yoktu ama şöyle koyurlar. Yani içeri YouTube'dan bakarsın artık. Şimdi buraya geldik. Bunu da kalabalıklar biz de isteyeceğiz. Maraqlı da görürlər. Çay getirdiler bize. Kim mutlu? Onlar falan yemək üçün. Kaydın yığın yerine. Hocam. Şebeke burada. Şey kolar tabi. Ağlı oturdu. Bura ha o taraf oteldi. Sağ ol.